Bugün mən artıq çox sayılı müraciətlərim olsa da bugün axırıncı mənim müraciətimdir. Sübuta bu getirildi. Bütün idarələr, bütün təşkilatlar hamısı xalqı incitməkdən başqa heç bir işləri yoxdur. Bugün biz xalq olarak bizim kasıb xalq bunların nökəridir. Vəzifəlilər biznesmenlər, kimin pulu var, pulsuzlar bunların nökəridir. Ne hak var, ne adalet var, ne işık var, ne gaz var. Ne su var, ne yol var. Bunun başka ne yolu var? Yani olan budur, etraf budur. Bugün zulümümüz, bizim əziyyətimiz, hiç kim bizi başa düşmedi, hiç başa düşmeyi de istemiyor. Ancak bu torpağa göre, bu xalqın böyük cəsarəti oldu. Her bir çətin işinde bizim bu kasıb xalqın cəsarətini göstereyim. Ancak bugün xalqa görə karşı bir cəsarət biz görmürük. Xalqa görə cəsarət görsəydik, bugün xalqın çox sayılı müraciətləri yerində qalmazdı. Bugün xalqın evin sənədsiz qalmazdı, evi işıqsız qalmazdı, evi qazsız qalmazdı, evi susuz qalmazdı, şüşəsi yolsuz qalmazdı. Bunu etiraf etməliyik. Olan vəziyyət budur. Kimin pulu var, xalq onun nökəridir. Kimin vəzifəsi var, kasıb xalq onun nökəridir. Belə deyək də, daha bunun başqa yolu nə var? Harada gedirik, xalq hara gedir, kasıb hara gedir, kasıbı nə sayan var, nə eşidən var. Adlarını xalqa xidmət edən qoyanlar, bu günləri xalqa düşmən, cibləri ilə dostdular. Bunu bir ancam çekmek lazımdı. Bu işi uzatmak lazım değil. Bu böyle bir terördür. Azerbaycan'da bundan büyük ben terör görmüyorum. Hazar rayonundan bir tane süpürgeciliğe göre 3 defa prezident administrasyonu niye gelmedi adam? Bu teşkilatların neye göre gelmedi? Süpürgeciliğe göre. Yani vaziyet budur da. Bunu niye itiraf edebilirler? İtiraf edenlere de imkan verirler. Onun sesi size çıksın. Bali eğer bütün deyilenlerin size malumat verilseydi, matbuat var düzgün baksaydı, bu günleri bu zulümde olmazdı. Vaziyet hiç de yaxşı değil, vaziyet çok pisdi, vaziyet çok sertti, vaziyet düzelmir.